Bu ilin ilk 8 ay ərzində Azərbaycana 8 milyon 416,7 min dollar dəyərində 5132,6 ton xurma ixal olunub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xurma əsasən İrandan ixal edilib. Həmin ölkədən ixal olunan 3558,82 ton xurmanın orta gömrük dəyəri 1 kiloqram üçün təxminən 1,115 dollar təşkil edib. İxalda ikinci yeri Tunis tutur. Bu ölkədən 1039,57 ton xurma alınıb və bunun gömrük dəyəri 1 milyon 942,84 min dollar olub. Yəni 1 kiloqram Tunis xurması təxminən 1,87 dollara başa gəlib. Ən baha xurma Türkiyədən, ən ucuz isə İrandan ixal edilib. Xurmanın ölkələr üzrə ixal göstəriciləri bu şəkildə olub.